Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və bihi nəsta'in. Selamun aleyküm və rəhmətullah. Bütün əzizlərimi bu gözəl məkanda və bu gözəl günlərdə salamlayıram. Hər kəsə duacıyam. Allah Teala ibadət itaətlərinizi qəbul eləsin inşallah. Bugün istəyirik barəsində danışdığımız mövzu ilə diqqətinizə çatdırım ki, Qur'an-ı Kərim Allahın bizə verdiyi böyük bir nemətdir. Qur'an-ı Kərim əziz Peyğəmbərimizin möcüzəsidir. Allah Teala Peyğəmbərimizə ən böyük möcüzə olaraq Qur'an-ı Kərimi göndərmişdir. Qur'an elə bir kitabdır ki, nə Peyğəmbərin öz zamanında, nə ondan sonra ta qiyamətə qədər heç kim bunun kimi bir kitabı gətirə bilməz. O qədər əzəmətlidir, bu qədər texnologiyanın inkişafına baxmayaraq heç kim bunun kimi bir kitabı gətirib ərsəyə çıxara bilmir. Bu barədə Qur'an da buyurur ki, Allah buyurur, biz Qur'anı göndərdik və biz onu qoruyarıq. Heç kim onu aradan apara bilməz və heç kim də onun mislini gətirə bilməz. Hətta deyir, əgər bacarırsınızsa 10 dənə surəsin, 1 dənə surəsin gətirin. Heç kim bacarmır. Bir şeylər gətirib ortaya çıxarırlar, gülməli çıxır. Qur'anın sözləri bir-biri ilə bağlıdır. Bir-biri ilə əlaqəlidir. Qur'anın buyurduqları hamısı bir-birini təsdiqləyir. Qur'an-ı Kərimdə elə bir söz yoxdur ki, digər bir söz onun əksinə olsun. Çoxları Peyğəmbərə nisbət verdi ki, güya Peyğəmbər bunu oradan-buradan götürüb, Rumdan, nə bilim, İrandan, oradan, amma Qur'an-ı Kərim Allahın sözüdür. Əgər oradan-buradan götürülsəydi, necə ki, bugün oradan-buradan götürüb bir şey ortaya çıxarırlar, amma nəysə alınmır. Peyğəmbərin bu kitabı da belə olardı. Nəuzubillah, Allah etməmiş əgər oradan-buradan götürsəydi. Deməli, bu qüdrətli Allahın sözüdür ki, heç kim bunun kimi gətirə bilmir və heç kim də bunu aradan apara bilmir. Bundan səhv tuta bilmir. Kəşfiyyatların çoxunu Qur'an-ı Kərim 1400 il qabaq bizə mətrəf və bəyan eləyir. Əziz Peyğəmbərimiz Qur'an-ı Kərim haqqında belə buyururlar. Zahiruhu əniqun. Qur'anın zahiri, Qur'anın zahirdə o oxunuşu, kəlmələrin bir-birinə bağlılığı gözəldir və ürəyə oturandır. Və batinuhu əmiqun. Batini də çox dərindir. İmam Sadiq əleyhissalam buyurur ki, Qur'an-ı Kərimin 70 zahiri var, 70 batini var. Görün, necə əzəmətli bir kitabdır. Kim belə bir kitab gətirə bilər, ortalığa çıxartsın? Bir ustad deyir, mən getdim, böyük alimlərin dərslərində oturdum. Yasin surəsini təfsir edirdilər. Gördüm, hərəsi bir nəzər deyir. Gördüm, bir nəfər bir nəzər deyir, dedim, gözəl nəzərdir. Getdim, başqa alim digər bir nəzər dedi, dedim, bu da lap gözəldir. 5-6 dənə alimin dərsinə getdim, gördüm, hərəsi fərqli nəzər deyir, hamısı da gözəldir. Dedim, görün, Qur'anın nə qədər batini var. Biz elə zahirin görürük ki, gözəldir, oxunuşu gözəldir, qəlbə oturur. Amma batinində İmam Sadiq buyurduğu kimi 70 dənə zahiri və 70 dənə batini var. Peyğəmbər də bunu buyurur. La tuhsa əcaibuhu və la tubla qəraibuhu. Onun əcibləri, o təəccübləndirləri, o möcüzələri bitən deyil. Nə qədər danışsalar, yenə də yeri var. Bugün bizim böyük alimlərdən Allah hifz eləsin, Ayətullah Cavadi Amili Qur'an-ı Kərimə 80 cild təfsir yazır. Yeni sözlər, təkrar söz yoxdur. Hətta dünya təəccübdə, şokdadır ki, bir kitaba 80 cild söz yazarlar. Deməli, Qur'anın nöqtələri var. Hələ bu alimdən sonra alimlər gələcək, onlar təzə sözlər yazacaqlar. Qur'an belə bir kitabdır. Peyğəmbərin böyük möcüzəsidir ki, Peyğəmbər Allah tərəfindən bunu möcüzə olaraq bizə təqdim edib. Allah Teala bizləri bu Qur'anın qədrini bilib, bu Qur'andan diriliyimizdə istifadə edənlərdən qərar versin. Adətən biz Qur'anı yaz kitabı eləmişik. Amma bu biz dirilər üçündür. Açıb baxaq Qur'anda Allah nə buyurur, nə çatdırır bizə. Allahın bizə mesajı var. Allah bizə nəsə demək istəyir. Açıb baxaq nə demək istəyir. Telefonumuza bir dənə zəng gələndə, bir SMS gələndə tez açıb baxırıq görək nədir. Allah Teala bu Qur'an-ı Kərimdə bizə ayələri göndərir. Açıb görək nə deyir, nə söyləyir. Ona görə əzizlər,
Quran nə qədər ki sağıq, açıb oxumalıyıq, içindəkilərdən xəbərdar olmalıyıq. Allah Taala bizləri Qur'anı oxuyub ona əməl etməkdə müvəffəq qərar versin. Sizləri Allaha tapşırıram. Gələn verilişlərdə görüşmə ümidi ilə. Sağ olun. Allah amanında. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.